Baş sponsor Oba Marketlər şəbəkəsinin təqdimatı ilə İşdə Məhəbbət Macerası serialı başladı. Soy Production'ın təqdimatında. Eşkin məhəbbəti düşüb canıma, ana göz yaşını sil qanoyalım. Eşkin məhəbbəti düşüb canıma, ana göz yaşını sil qanoyalım. Yaşımı 20'ni yadlayıb keçib, yaşımı 20'ni adlayıb keçib, gözlüyə bilmirəm il qanoyalım. Gözün dərdlərini bir qanoyalım. Salam. Necəsiz? Salam, salam. Mama sizi gözləyir, buyurun. Qulaq asır. Bəli. Ananın xəssiyyəti necədir? Nəyə xoşlayır, nəyə xoşlamır? Bir ucundan qulağından deyilən qılığına girə bilim də. Təzə gəlmişsə. Belə deyim də sizə. Anamın xasiyyəti nə yalan deyim, indi yalan deməyəcəm. Anamın xasiyyəti biraz tündür. Yəni ki, anamı əsəbləşdirmək olmaz qətiyyən. Bir sözünü iki eləmək olmaz. Yəni indiyə qədər eləməyiblər, yəni sizi bilmirəm. Gec durmaq olmaz, tənbəl olmaq olmaz. Hər şey vaxtında olmalıdır. Səhər, günorta, axşam yeməyi. Yəni tərtəmiz olmalıdır hər şey. Dırnaqlarınız çalışın təmiz olsun. İndi gördüm bir bal qabaqdasınız. Yəni təbrik edirəm, təmizdir. Başınız hər zaman bağlı olsun ki, yəni fiksat tökülməsin. Bir də ki, bir dənə bir şey qaldı. Yəni tez-tez hardasa gündə bir 3-4 dəfə duxulanın ki, Nə yaxşı. Onda əsl mənim adamımdır ki, deməli məni sevəcək. ola bilər. Allah. Bu mənim xoşuma gəldi. Yaxşı, bəs ananın adı nədir? Bakir. Zəhmət olmasa xanıma bir ətrafı göstər, bir həyat bacanı göstər, bir baxsın, öyrənsin. Sonra da getsin mama ilə tanış oldu, bəlkə heç razılaşmadılar. Ne olur, hiçbir problem yok. Hiçbir problem yok. Sen git. Ben özüm məşğul olacağım. Aha. Mama! 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 Mama ana! Məhəbbət! Ay Məhəbbət! Məhəbbət! Nə oldu be, sən ağzını burnunu yer süpürür, nə oldu? Başa düşmədim. Dünən bir gün ki, üstümə adam gətirirsiniz, işçi gətirirsiniz. Pul onun, ev onun. Mən də heç bir işin qulpundan yapışmıram. Mənim sözüm keçirir burada. Mən nəyim lazım? Amma ki, onu da haqq verirəm də. Sən həmdən xəyal adamsan, gündə bir hoqqa ilə oyarsın, bir şey deyirsən. Neynəsin? O da özünü sığortalayır da, təzə adam gətirir. Neynəməlidir? Ya belə inciməyin, səndə də biraz azmaz yüngüllük var. Məndə mi? Yüngüllük mü? Yüngüllüyümü harda gördünüz az? Nağardım ki, yüngüllük elədim. Özdə hoqqanı mən mi çıxardıram, yoxsa qüdrət mi çıxardır? Qüdrət də sənə ərindir də. Aşağı yuxarı eyni adamsınız. Özə ki, özü mənə bax, indi yaxınlam deyə deyirəm, sən biraz özünə çəki düzən ver. Oha. Yəni anam, mən qıraqdan fikir verirəm də, anam qüdrəti yox, səni işə götürür, başa düşürsən? Yəni şəxsən məni işə götürsəydi anam, mən heç işləmədiyim qədər işləyərdim, başa düşürsən? Dağı üstə qoyardım. Biraz səndə, biraz bilsin necə, özü gözə soxmaq yoxdur. Mən olsam özümü gözə soxardım. Çalış, gözdən girməm anam. Az məndən çox gözə girən var. Mən neynim ki, sənin ananın gözü sürüşkəndir. Bir şey olan kimi gözümdən düşür adam. İndi mən məsləhətimi verdim də sənə də. Mən o xırda nüansları dedim. İşə geri qayıtmaq istəyirsənsə, bax bunlarda biraz olmalı. Biraz oynaması, biraz belə bir şeylər olmalı. Məsləhətə bax. Biri də olan bunu qabağına qoyan məsləhət deyək. Ay dünya. Məhəbbət demiş. Ay dünya, ay dünya. Deməli, xala, bu həyətdəki ağaçlara hər gün qulluq eləməlisən. Suyunu verirsən, buduyursan, dərmanını verirsən. Sonra o maşın görürsən, onu hər gün yumaq lazımdır. Maşını niyə hər gün yuyum ki? Maşın sürülür belə.
Baxır da sürüləndə sürülür. Ürəyin iştirir mi? Da. Ha. Amma gündə 3 dəfə yemək bişirməlisən. 3 dəfə. Ha. Ha, bu evdə nə qədər adam qalır bəyəm? Biz 4, sən də 5. Yəni, soruşmaq ayıb olmasın. Sən kimsən? Sən işçisən, yoxsa ki xanımın oğlusan? Mən yeznəyəm. Hə, yeznəyəm. Elə ki, mən bu evdə, bu həyətdə işlərə nəzarət edeyim. Ha. Yaxşı, bəs xanımın adı nədir? Bayaq da soruşdum, qızı cavab vermədi. O şey. Adı Maqbet. Maqbet? Maqbet kişi adı da axı. Maqbet. Abuzer da yaman qadın adıdır axı. Abuzer da kişi adıdır. Bu da bələnciğinə. Köpək oğlu udacağım səni. Bu bələnciğinə. Bu da bələnciğinə. Git çırp tap hemen. Yavaş da. Nə bilim vallah. Deyirəm, pis adam oluram. Demirəm, özüm pis oluram. Nə bilim vallah. Geldi. Bedeyak geldi. Ne olub gene? Ne pis adam olsa, yaxşı adam olsa. Ne olub gene? Başa düşmədim. Hı. Siz niyə mənim üstümə işçi gətiribsiniz? Nəyim pis oldu? Dünən yaxşı idim. Büyümü pis olası oldum. Bu nə deməkdir? Qüdrət də üstümə arvad gətirir. Siz üstümə işçi gətirirsiniz. Qapıdan çıxıram, üstümə it cumur. Axır vaxtlar hər şey üstümə gəlir. Əcəb olur. Əcəb olur. Dönmüsən o erköyün gəlinlərə. Demək olmur sən ki, gözün üstündə qaşın var. Çıxıb gedirsən. Ondan sonra ürəyin istəyir, gedib 2-3 gün qalırsan, təzəllik edib gəlirsən. Nədə bura uşaq bağçasıdır, ya mən uşağam. Heç dəxli var sən Allah. Öz tirini görmür, başqasına qıl axtarır. Təmiz əlim ayağım soyub evdən, Allah'ın olsun. Hiç istəmirəm, bunu götürüb bura qoy. Ha, koyma, yavaş özü, sındıracaqsan, yavaş. İndi biz işi nətər böləcəyik? Mən nəyi eləməliyim, o nəyi eləməməlidir? Bu, özü harda qalacaq? İndi hər halda mənimlə yatmayacaq ki. Özümlə yatırmayacağım ki. Maşallah bu boydan evlərim var da sizdə qalacaq. Nə deyir az? Hə, bə nə? Bizdə nə idi az dediyin? Hə, Başa düşmədim. nəyə başa düşmədin? Nətər qalacaq az bizdə? Nətər qalacaq? Evdə kişi xeylağı. Nə olsun? Bakır nətər olacaq az? Bakir də soxarsan orada xaldinikın dalına. Mən nə bilim nətər olacaq. Bir dənə yer ayırarsan orada yatar. Sonra da şaqqıldayarsan o divarı deşirir, şaqqıldanmaq, o çat verir bu şey. Heç dərdi şeykən oxşamırsan. Bax, gülüşüm də söz olur. Hə. Yaxşı deyiblər. Gözə girməyən gəlinin salamı da savaşdır. Hə. Yaxşı söhbət. Yaxşı atalar misal deyirsən. Bənə deyərəm də, dedizdirirsiniz. Nəyimi bəyənmədiniz? Nəyim xoşunuza gəlmədi? Ayağınızı əyilib cütlədim, qabağınıza qoydum. Nə olsun? Görsən, mən bəxtim, taleyim belədir. Yadından çıxıb. 5 parmağımın 5'ini də şam elim qabağınıza tutam. Deyərsiniz ki, parmağın gözümü çıxır. Gedirsən, onun yerini düzəldirsən, orada süzü ilə qalır. O ki, qaldı iş görməyə, mən baxacağım. Sənin də işə, onun da işinə. Xorey bişirməyə baxacağım. Sənin də xorey bişirməyə, onun da xorey bişirməyə. Hansı xoşuma gəldi, onu da saxlayacağım. Və salam şüt tamam. Mən də bundan sonra el dərdi çəkməyəcəm. Mənim öz dərdimi çəkən lazımdır. Bu nə deyir az? Hə. Bura verilişdimi? Biz müsabiqədəyikmi, yarışırıqmı, tender mi keçirilir, kim gedəcək, kim qalacaq, kim udacaq, kim uduzacaq. Bu nə deyir az boy mən? Hər şeyi bilirsən. Tenderdə bilirsən, verilişdə bilirsən. Vay 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 vay. Oh. Anan ölsün ay qüdrət. Ölsün anan. Qardaş başısı qırılsın. Yola düzülsünlər, yolda Cəhənnəmə qırılsın. Uduzdum. Burada yer geçişini Əlim gör. zadımıza soyuydu. Gəlsin yırtırsın tezi getdiniz. Dur ayağa yer geçişini gör. Oyun oynayıram, qoy görüm. Olmadı da.
lirə 5 deyir, 5 lirə 55 deyir. Gel. Yavaş. Durmadan yavaş ol. Ha, ol. Ha. O buralarda gördün. Evin arkasını, böğrünü, her... Gəlirsən? Ne var o? Evin dalını niyə göstərsən cəmaata? Tanısın değil mi her yerini? Başa sənin başında çatır. Evin o qədər görünməyən yerlər var ki, onları göstərməsən, onlar vacibdir. Onları təmizləyəcək, eləyəcək. Gəlib durub evin dalını göstərsən. Mən bu boyda neçə ildir burada yaşayıram, heç evin dalını bir dəfə də getməmişəm mən. Ay, yaxşı da sevgin, yaxşı da, nə də yox da. Sən deyəcək, evin dalına keçmirsən də sevgin. Sən doğrudan başına çatmır, sən doğrudan sənin belə yaxşı müalicə lazımdır. Xanım. Xanım, çox üzr istəyirəm, mama sizi gözləyir, deyib gəlsin, tanış olaq. Bir də üzr istəyirəm, mən sizin adınızı soruşmadım. Adınız necə oldu? Abuzər. Necə? Abuzər. Ləqəbdir də yəqin ki, hə? Yox, adımdır. Hə, lap yaxşı, nə deyirəm, Abuzər, ola bilər. Gedək sizi bir dənə Abuzər. Abuzər, adımız o oldu, hə, nə olar ki? Salam əleykum. Aleykümselam, aleykümselam. Otur kızım, otur. Salam əleykum. Gülyazdır. Olsun da. Kızım, əvvəllər harda işləmisən? Əvvəllər uzun illər dayə işləmişəm. Ne işləyib? Yanka. Uzun illər. Hə, lap yaxşı. Balaca uşaqlara baxırdın. Balaca uşağa da baxırdım. Hər yaşda uşağa baxırdım. Axırıncı dəfə 45 yaşında kişiyə baxmışam. O da bağçada baxmısan. Sonra Yaxşı. öz aramızda danışarıq. Yaxşı, yaxşı. Hə. Əlvi kesərsən, bıçaq itirir. Hələ burada qıdı qıraqda var, burada bulayla parmağından şeylə. Parmağından belə qoyaq suya. Kesmə yenə. Hə. Belə. Mənim adım Sizin adınız Maqbetdir. Özünüz də çox ruzili adamsınız. Bir sözdə ikinci dəfə demişsiniz, mən sizin haqqınızda hər şeyi bilirəm. Mənim adım Maqbetdir. Qara zəhər. Hansı yetim çox söz sənə ki, mənim adım Maqbetdir? Hansı didərgin? Hə? Deyib ki, mənim adım Maqbetdir. Maqbet bastırsın sizi elə. Sağ olmamışlar. Səni satıb sosyal məginən. Sən kimi çox istəyirsən, o Bakir göndər getsin. Sən canım, bu axşam gəlsin də, bu evdə dolaşmasın. Anamı gördün də, onu sonra bilsən də nə eləyəcək? Bas. Bu belə düzün anə əlindən mən neyiniyim? Başıma haran, daşın tökün bilmirəm də. Neyiniyim? Qovum evdən onu. İndi məhəbbət, mən sənə söz də dedim də indi aramızda. Oca da özün bilirsən nə eləyərsən, eləyərsən də. Sən bilirsən ki, anam onu tutsa ətini didəcək də. Xahiş edirəm, gör nə fikirləşirsən elə. Yaxşı. Bakir. Hardadır Bakir? Bilmirəm, də oralarda olar da yəqin. Ay Allah, uy Allah, uy Allah. Məhəbbət. Ha. Ha. Evə gələn arvadın adı bilsən nədir? Nədir? Abuzər. Eşilə yox. Bakir. Ha, mən bax. Bakir. Xəstəsən sən, Bakir. Təzə gələn arvada deyimsən ki, Sevdanın adı Maqbetdir. Demirsə ki, Sevdiyə Maqbet deyəcək. Hadi zarafat elədim də. O da keyf deyir. O da mən dedim, onun ağlına gəlib. O bilmir ki, Maqbet kişadır da.
Bir şey ki adamın özünün adı Abuzardır. İki adıdır. Deyər məndə olar, başqasında olmaz. Gev deyəcək ana. Ha, yalnız da Sevda ne dedim ha? Sevda ne diyeyim buna? Hı. Canını azzar dedi. Dərdini azzar dedi. Çor dedi. Nə deyəcəkdi? Dediyini dedi də. Gör sən mənim başıma nə oynatırsan. Sən mənim başıma nə oynatırsan. Bakır, buradan dızıdırsan. Çıxıb gedirsən. Sən imkan vermirsən. Get, çöllərdə verilən axşama gələrsən. Səni burada söydə görməsin. Sorulmuyorsun, işe düşmədik biz. Ne hara gedim mən Məhəbbət? Hara gedim ha? Mən bu evdə niyə dərgin salırsınız siz? Özün bilərsən, hara gedirsən, o şit zarafatını, güngüloş zarafatlarını eləndə fikirləşərdin. Sevdanın adı Maqbetdir. Niyə başıma bu oyunu açırsan? Niyə imkan vermirsən ki, mən bir qısma çörək tapmışam? Onu qarnıma rahatca yeyim, aparım qabımı yuyum, yerinə qoyum. Yox, imkan verməyəcək. Burada çörəyinin bunuzu var axı. Qarnını deşməliyir, qarnını deşilsin, bağırsaqların çölə tökülsün. Bu da keçən dəfəsi də öyle, Prostinyanı saldım başıya, arvadı Sevdanı nətər qorxutdunsa, arvad yazıq bir həftədir yerinə klonka salıb üstündə yatır. Nağarsın? 40 yaşım var, hələ beynim plonkadan açılmayıb. Ateşdən ağzı güllə saxlayırsan. Ləlün, hiç gülmə. Təzyiqin qalxacaq, bir sakit dur görək. Təzyiqimin aşağı olan vaxtı olur ki sayəndə. Kəlləmi yeməyinə bax, boş pişirməyəcəm bundan. Alıb gətirib qoyursan, tıxmalanırsan. Kələm deyil, kahı da. Kül başıma kəlləmlə kahını da seçəmdir. Maqbeti. Ay qız, mənim adım Sevdadır. Maqbet nədir? Maqbet mənim ərimdir. Mən Sevdayım, klişkamdakı Qara Sevdadır. Qara Sevda. Kim məni ilə əl-ələ tutuşur, inanırsan sən ki ya, aylardan əlini yumur ki, mən Sevda xanımla görüşmüşəm. Mən belə adamım. Yerə soxum elə səni elə. Mən üzr Amma istəyirəm, bir ay xahiş- Sevda xanım, üzr istəyirəm. Vallahi üzr istəyirəm. Əybi yoxdur, əybi yoxdur. Sən nə biləsən ki, o haranın itidir? İndi bu şeyin Məhəbbətin qardaşıdır da. Ona Yox, görə bir təhər yola verirəm, gedir də. Nə qərim də. Mənə dedi ki, mən onun yeznəsiyəm. Mən də nə bilim, mən fikirləşdim, sizin belə yeznəz olmaz. Bundan sizə nə yeznə olacaq? Kim də az mənim yeznəm? O eşşək Özü dedi, vallahi özü qəllət dedi. elədi. Başsı məhəbbətlə qəllət elədi yeznə. Mən butdan yemirəm ki, yeznə ya, sən elə. Başın üçün sənin. Sən şirniyə çox meyillisən. İndi bu şəkər xəstəliyi Yox, artı valla var. məndə heç nə yoxdur, mən sağam. Amma ola bilər də, yəni ola bilər. Yəni ola bilər. Bunu mən duzla bişirtdirmirəm, mən bunu şəkərlə bişirtdirirəm. Adın nədir sənin? Abuzər. Sənin fikrin məndə olsun, gör mən nə deyirəm. Abuzər dedin. Atonun adı Abuzərdir, öz adın. Ay yox, öz adım Abuzərdir də. Öz adın Abuzərdir. Hə nə olar, lap yaxşı, eybi yoxdur. Adın o qədər də mənası yoxdur. Vallahi indi bu dəqiqə arvadlara kişi adı qoyurlar, kişilərə arvad adı qoyurlar. Aləm deyişib bir-birinə. Vallahi Quran haqqı. Deyib aləm bir-birinə. Mənim də bıçağa deymə, olar da. Qulaq as girə. Mənim də bir də xalam qızı var. Adı Samavardır. Hə, Samavar. Həri. Hə. Mənim görəcək günlərim var. Mazandaranda meymun asıydı, biz də paraxodla gəldi. Budur var. Samavar! Amma biz ona sena deyirik, sena deyirik. Ağac yavaşa patlayarsan. Samavar! Beşdi! Aa! Yox, mən indi hara getməyim mən? Mən nə soruşursan sən? Hə? İşlisən məni. Hə. Şeydir, gör nə deyirəm. Bəlkə şeydir, gizlənim elə buralarda. Kim deyir mən axtaran? Deyərsən ki, çıxdı getdi. Deyərəm çıx bayrağa, çöldə qışqır bağır, səsi başına atla. Qoy görsünlər ki, sən belə şeyləri yaxşı başarsan. Mənim ağlıma hardan gəldi Maqbetə? Hardan gəldi Maqbetə? İlin günün bu vaxtında hər yerdə də yağış yağır.
Ha, Macbeth Sevdanı yada düşün. Mənim yadıma oradan düşdü bu. Bax, görsən, ləlönsən. Sən rahat çörək yeyənmirsən. Gərək pastayanla bir xlapot çıxardasan. Eşitdin? Mən bilmirəm hara gedəcək. Əgər Sevda bizi burdan qovsa. Amma bir bildiyim odur ki, oturacam yerimdə. Bax beləcə xan qızı xan kimi. Sən gətirəcəksən, mən yeyəcəm. Sən gətirəcəksən, mən yeyəcəm. Əlimi ağdan qarıya vurmayacam. Bəsdir. Mən işlədim, sən yedin. Belə olacaq. İndi 1, 2, 3. Davay, çıx bayıra. Təzdən say qoy rola girim. 1, 2, 3. Bas bayıra. Belə olacaq. Oturacam bax belə oturmaqda. Hoşuma gəldi, amma çox oturamıram çünki belim ağrıyır. Öyrəşmişəm bax, işi kimi geri işləyəm. Ha, nə istəyirsiniz mənlə? Ha, nədir zarabat eləmək də olmaz bu evdə? Ha, mən başımı götürüb hara gedin üstülərimizdə? Ha, mən varam deyə bu evdən kişi gəlir. Mən varam deyə bu ev oğurluğa girmirlər. Həri, mən varam deyə hamı özünü yığışdırır. Ha, mən, bu evi qorumaq üçün, bu həyəti, həyəti qorumaq üçün ya it olmalıdır burada, ya da mənim kimi üzündən zəhrimar yağan kimsə. Borc olsun mənə, eybi yox. Mən gedirəm. Amma bu evdə nəsə problem olsa, onda mənim qədrimi bilərsiniz. Eybi yox. Gedirəm mən. Mən getdim. Gedirəm. Gedirəm mən. Mən gedirəm. Gel öbe, gel öbe. Gel atdan gilən. Gül sənin kişi baş belə. Nə bax, özünü itlə müqayisə eləyir. Ay Sevda xanım. Heç olmasa sən it olsaydın, ya it sən olsaydı. Yenə baxmadan itin yanında arxayın danışa bilirik. Sənin yanında arxayın danışmaq da olmur. İtin biri it. Ay Sevda xanım. Başıma düşür, az çaqqıldadılar, hə? Mənə görə qovulursunuz onları. Az yox ha. Nəfsi qalar üstümdə qarğış eləyər. Mən heç kəsin çörəyinə bais olmaq istəmirəm. Qələt eləyər ha. O nəfsinə dağır. Allah vırıb onu. İşində ol Nə bilən. bilim indi mənə görə olmasın. Yəni mənə görə olmasın. Mənə Macbeth deyir. O mənə Macbeth deyir ha. Onu mən süründürəcəyəm. Süründürəcəyəm bu tramvay yollarında. Hanı tramvay var ki, süründürüm. Sən indi görməmsən də Macbeth mənim yoldaşımdır. Bir səncə kişidir. Hündür boy. Saçlarını dala dalayır belə. Qəşəng. Göy gözləri var. Göy gözləri var. Bu dodağın üstündə bir dənə yekə ət xalı var. Düzdür, bığ buraxır da, bığ çox görüşəmir be. Krasavçik da, krasavçik. İnanırsan sən. Gör, bu hansı it mənim ərimin adını çəkirsən. Sizdə şəkli var, baxardım da maraqlı gəldi mənə belə. Çox maraqlı gəldi. Şəkil indi bu dəqiqə əldə yoxdur. Baba, bu kişilər var ha. Lüboylu seçkinə ona oxşayır. Elə bir almadı, Macbethlə yarı bölünüblər. Orada kişi çoxdur axı. Hansını istəyirsən seç, ona oxşayır. Nədir? Nə səsi batmısan başıma, hə? Ha, nə, gedirəm mən, gedirəm. Gedirəm. Nə şüvənli eləyirsən? Ha. Şüvənli eləyirsən, gedirsən, sən, ay yazıqsan, yox, Bakır, qal, sən başının üçün elə. Hə? Çıx get bu dəqiqə. Mağı anamın ürəyini sus səhvlə. Başa düşmədim, bura ciddi rejimli koloniyadır sevgi. Nədir zarabat eləmək olmaz bu evdə? Olmazsa yazın vurun divarlara ki bu evdə zarabat eləməyin. Bakır, məni əsəbləşdirmək onsuz əsəbiyəm sənin əlindən. Sən bir zarafat eləyəndə bir də kimlə necə eləyirsən də? Macbeth sənin üçün uşaq-muşaq zatdır be, hə? Özün də bilirsən ki, Macbethin adı gəldi, mama əl-ayağa əsir. Ay qız, anons soyuqdan əl-ayaq əsiri. Macbeth tut pırıçamı. Nəysə, mən gedirəm. Getdim mi? Get. Get.
Zarafatın başı. Gedirəm Sevgi. Get, zarafatı da götür get. Ha, şu, Gedirik. şu. Bakırı evdən qovdum getdi. Hə? Bakırı qovdum evdən getdi. Eşidirdim qışqırığı. Əcəb elədin. Yaxşı elədin. Əlvin içindən gəldi. Dəli qudurmuş. Maqbetin adını çəkir. Bu günləri sən Maqbetlə zarafat eləyirsə, sabah da bu dəvədəlliyiz Maqbetlə zarafat eləyər. Bu qızına... Ay. Deyirəm ki. Qoy gəl. Yaxına gəl, yaxşı işitmə. Hə. Başın üstünə oturma, hə? Deyirəm. Siz Maqbetin adını çəkəndə bir dənə qıraqdan özünüzü görəsiz də. Maqbetə qurban olaram da. Yaxşı da sən də ağ eləmədin də. Yox, Maqbet elə bir, nə bilim, sizin dilinizdən elə səslənir ki, adam adı eşidəndə belə qəribə hisslər keçirir də. Deyirəm, bax, o boyda sizin başınıza oynaşdı. Elə içim mən qarışıq, kül başına qoyum. Atası, anası, bayısı, qardaşı qırılmasın, yazıqdır. Gör başımıza nə oyun açırlar. Nə oynaşdılar? Amma biz yenə onları sevirik. Özdə deyim, bərk sevirik. Demə. Hər. Nə bilim, məhəbbət, nə bilim. Ağa, bir onu dedim, sözümü keçdim. Xəbərin var bu qızın adı nədir? Ağa, kişi adı belə adı olar. Abuzar. Yavaş eşitlər. Bir fərli adı qoyudun da. Vay. Cama, Cema, nə deyirlər indi? Aleyna, Camila. Elə ona yaraşır da Aleyna, Camila. Vallahi, hə, doğrudan. Abuzar. Abış. Abuzar adını niyə qoyublar? Bunun toşunu dədəsi deyir ki, uşaq olsun, özü oğlan olacaq, adı qoyacağım Abuzar. Bəlkə də indi ondan qoyublar deyirsən. Və nə, doğulub, görüb qızı, Serarno dirəşib ki, Abuzar demişəm, Abuzar olacaq. Qoyurlar zərri abı. Abuzər. Sənin ağlın onlarda olsaydı qoyardılar. Vallahi sən zarafat et. Sən deyəndə Abuzar adı nədin sən? Mən özümü gücünə saxladım, bərəkət haqqı. Amma mən özümü saxlayamadım. Neynədin? O gülməkdən öldüm. Sən Allah. Mən də bir hər bir cürə sıxdım, özümü saxladım. İnanırsan sən. Bu nə deyə bumbuz çay gətirmişsən? Rəngi də açıqdır, belə çay olur, dəmlənməyib bu. Soyuq deyir, yaxşı çaydır, əla çaydır. Neyinirsə, mən necə içəcəm indi o çayı? Gündə 5 dəfə barmaqlarımı yuram. Sən özün belə yaxşısan? Yox, yaxşı deyirsən, mən mamaya danışmalıyım bana. Yox, anama eşədim, xahiş edirəm, üzr istəyirəm. Mən çörəyimə bahis olma. Çörəyə bahis olmaq nə deyə? Bir gündür gəlmirsən, heç bir işi düz eləmirsən. Hər şey, sən gecəsi mənim üstümdə qalacaq. Yox. Day belə eləməyəcəm. Day belə eləməyəcəm. Yox, bir dənə çay içə bilmirsən. Sən ala çəkil görüm. Anava demə, xahiş edirəm. Nətərsən, necəsən, nə var, nə yox, təzə nə söhbət var. Gəl gedək görək, hansı məhsulda indirim var. Sən beləsən də barmağın altına qoysan ona indirim var. Getdikcə. Üstünlüklər, təşbeki ötürün, səbəti bölüşdüyüm məhsullara endirim. Dolu vitrin, dolu vitrin, qonşu vardı hətrin. Sürətli bonusu üçün ödənişi seçdin, sən bəli tabaq keçdin. Oba plus, o da plus, bu da plus. Bu da plus, o da plus, oba plus. Oba plus, o da plus, bu da plus. Bu da plus, o da plus, oba plus. Oba plus, o da plus, bu da plus. Bu da plus, o da plus, oba plus.
O da Bir polis, o da məhkəməndə polis, var mənim Bu da sınaqlarımda. polis, o da polis. İndi gəl görək bu alış-verişin qiyməti haqq hesab nətər olur. Deyək. İndi pikdədir, zirvə görünməkdədir. Alış-veriş çəkdədir, qazancı kəşbəkdədir. Kəşbək əldə etməyə Bu məhsullar onsuz da endirimdə idi. Mobil tətbiqdən keçəndən sonra daha da endirimli oldu. Ay sıx olayım. Sağ ol, salamat qal. Amma sənə bir şey deyim. Sən bayaqdan kimə oxşadıram tapamıram. Kimə oxşayır? Hə tapdım. Van Damme. Torşunu Van Damme'ın özüdür. Deyirəm axı. Oxşayır. Bu biraz qarayanızdır prosta. Sən deyən qoy qaqaşa baxım, sonra səninlə oynayacağım. Baxım görüm xəbərlərdə yenə nə var. Hər vaxtınız xeyir olsun, xəbərlər efirdədir. Turistlərin ən çox oğurluqla üzləşdiyi şəhərlər məlum oldu. Qlobal miqyasda aparılan və 13 min rəyin təhlil edildiyi araşdırma nəticəsində turistlərə qarşı ən çox oğurluq hallarının qeydə alındığı şəhərlərin siyahısına Paris, Roma və Barcelona başçılıq edir. Bu statistika İspaniyada fəaliyyət göstərən El Caso nəşri tərəfindən ictimaiyyətə təqdim olundu. Reytinq cədvəlində 16,5% göstəricisi ilə Fransanın paytaxtı Paris birinci yerdə qərarlaşır. İtaliyanın paytaxtı Roma istifadəçi şərhlərinə əsasən soyğunçuluq faktlarının 10,7% ilə ikinci, Barcelona isə cinayət qeydlərinin 5,3% ilə üçüncü sıradadır. Məqalədə vurğulanır ki, Barcelona şəhəri turistlərin qarət edilməsi üzrə qlobal mərkəzlərdən biri statusunu getdikcə daha da gücləndirir. Yaxşı bir söz var, deyir ki, malını möhkəm tut, qonşuya oğru demə nədir? Ay qardaş, bu Avropadır. Bura hər cür millətdən adam gedir. Bax, dincəlməyə gedən var. Yalandan turist adından deyib gedib orada daimi yaşayan var. Nə bilim, yoldan keçən var, yol üstü keçən var, tələbə kimi gedən var, oxumaq, biznes quran var. Yəni, məhz elə oğurluq üçün gedən var. Qardaş, bu bilinmir, oğrunun yaşı yox, ölkəsi yox, qardaş. Sən elə bu, qardaş, mal aldın, getdin alış-verişə, pay-püş aldın, fikirlərsən gedirəm qardaş oğlu, o, bu xala, əmi, bildi mi, aldın, get qoy otelə, əlin cibində çıx gəzməyə. Sən o boyda malla, payla, püşlə gəzəndə elə olacaq da. Elə bir dənə yerə getdin, otur, bir dənə çay, bir dənə qoy, haradasa nəsə yaddan çıxır. Bir də uğramaq başqa şeydir, yaddan çıxmaq da başqa şeydir. Qardaş, sən elə bu əvvəlki dövr deyil ki, elə bu bütün pul kaşloqda olur, hər şey cib şişir. Qardaş, kart dövrdür, başına dönümsən. Bir də sənin belə pulun çoxdur, malın mülkün çoxdur. Elə gedib gərək elə xaricdə uğratdırasan. Elə gərək İspana, Fransıza, Almana qismət olsun. Elə çoxdur, qardaş, elə burada uğratdır da. Qoy elə biləsən ki, bizimki binavaya qismət olur da. Biləsən ki, ən azından eyni dildə danışırsan. Zarafat eləmir, söhbət ondan getmir. Amma ümumiyyətlə, bu, biz sənə necədir? Bu, bəzi adamlarda var, bu yeriyəndə də konkret qıdıqlanır da. Yəni, hiss edirsən ki, bunda nəsə var. Ya bu qırqızıldan, brilyantdan nəsə var. Belə riski baxır. Sən görmüsən ki, bir dəfə kasıb gəlsin desin ki, mənim nəyimsə uğrayıblar. Onun maksimum məclisdə sözünü kəsə bilərlər. Onun ideyasını uğrayır. Kasımın ancaq ideyasını uğraya bilərlər. Kasımın nə varlısan uğrayırlar da, qardaş. Bu uğramalıdırlar da. Bu dünya belədir də. Bir neçə qanunlarımla namışdır. Qardaş, bir malıvı möhkəm tutu uğramasınlar da. Yəni, deməyim odur ki, gəzəndə şey vermə də, belə riski təntimə, belə interes dalıba baxma, əlbi tez-tez cibə qoyma, qardaş. Bu oğrular da dərisindən 5-dir. Sən 10 nəfər adam qoy, avtobusa minəndə nə oldu elə pulu olan adamı cibindən götürürlər. Bu qıdıqlanırsan da, özündən asılı oldu-olmadı, enerji bıraxırsan ki, məndə nəsə var. Onlar da akademiya oxuyurlar, bunun universiteti var, bunun orta məktəbi var, onlar təcrübələr keçirlər, imtahanlar verirlər. Kimsə 5 ulduzlu oğru, 4 ulduzlu oğru, elə-belə o, elə deyil ki, nə oldu, elə əlini atdı, lan götürdü. Qardaş, malım var, bildirmə. Sakit, heç kim də bilməz. Olsun. Mən də Barcelonada olmuşam, Parisdə də olmuşam, ondan canım, Londonda da olmuşam. Məni üç soymayıblar. Heç dəxli var. Genələndə belə olar da, adam gərək genələnməsin. Özlərini belə göstərməsin ki, qarğa məndə qoz var. Nəyə lazımdır? Vallahi elə vaxtlar olub ki, turistlərə elə baxmışam ki, çıxardıb mənə şey veriblər, sən deyinə, xırda pul. Hələ bilirlər ki, bunlardan pul istəyirəm. Gərək elə olasan da.
Cəmaət illərlə pul yığır ki, ya, getsin xaricdə bunların hamısını oğurlatsın. Elə şey olar. Ağlın başında olan adamın heç vaxt dünyasında pulunu oğurlamazsa. Mən belə fikirləşirəm. Onu elə yerdə gizlədərəm ki, 7 dənə iti avçarka bıraxsınlar üstümü tapa bilmirsən. Özüm ölüm. Arvad geri arvad olsun da. Deyirəm ki, mən onu deməliyəm. Niyə başa düşürəm? Yox, yox, Sevgi, xahiş edirəm. Necə yox, deyirəm, Araba demə, nə olar demə. Nə olub bun? Ha? Ha? Çoxdan da qulluq eləmirəm, yadırğamışam. Hə? Yaxşı bir şey lazım olsa mən buradayam, buradayam. Yox, neynəmişdin ki? Neynəmişdi az bu? Deyirəm, yəni, denən dana, nə desəm mən onu başa salım. Dana, Şey işte dur da sen o da mənim bacım. Sen ne dur? Nə olur az? Bir şey olan ki, mənim başımda ana bala türpəkirsiniz. Nə yaxşı örtbastır elədiniz, bunu demirsiniz bana. Sen de ki Afrisan'a gözcü senin məqam olsun hele gelip şey diyesen ne diye cumasan üstüne. Mən mi? Afris mi? Ağzımda söz saxlaya bilmirəm. Ha. Yaxşı deyirəm amma heç kimə deməyəcəksən. Aha. Buna bir dənə çay istədim. Getdi bir dənə bumbuz çay gətirdi, rəngi də açıq. Dedim ki, bumbuz da çay. Gör məni sübut eləmək üçün əlini soxdu çayın içinə. Yaxşı da şov göstərmədə indi bir dənə söz dedik. Allah, uysan. Az beləsini qapıya mı qoyarlar? Az beləsini evdən mi sağlayarlar? İndi birinci dəfədir də Allah. Elə sizə yaraşan dolu deyim sənə, biləsən. Əlini çayın içinə salmaq nə əlini olur? solmamışdı, barmağını salmışdı. Birinin üstə beşini qoysana səni. Növbəti xəbər. Samsun şəhərinin Atakum rayonunda 17 yaşlı qızın mobil telefonunu oğurlayan 2 şübhəli qadın polis tərəfindən saxlanılıb. Türkiyə mətbuatına istinadən xəbər verilir ki, şübhəlilər oğurlanmış telefonu satıb və əldə edilən gəliri gözəllik salonunda dodaq dolğusu almaq üçün istifadə ediblər. İddialara görə zərər çəkən Y.E və R.Ş tərəfindən evə aparılıb, orada döyülüb və iPhone markalı telefonu oğurlanıb. Şübhəlilərin telefonu təxminən 20.000 türk lirəsinə satdıqları və pulu gözəllik salonunda dodaq dolğusu almaq üçün istifadə etdikləri məlum olub. Hər şeyi eşitmişdim, bircə bunu eşitməmişdim. Qardaş, bu dodaq dolğusu nə böyük məsələdir. Bu nəyin pajarıdır, kim səni qovur, sən kimə söz vermişdin, bu kim tələsdirirdi səni, sən kimə demişdin ki, 3 günə sən bir dənə dodağa bax, gör, necə dəyişir. Qardaş, bu dodaq dolğusuna görə, bu nəyin stresidir, yoxdur pul, ged işdə, 3 ay tez, 3 ay gec, dodaq qaçmır, dolğu qaçmır. Bu, yəni, kim diriyib, yox, sabah dodaq belə, bu nədir bu, kimə söz vermirsən, qardaş, bu, indi o dodağı, o dolğu dolu dodağı salla get yat içəridə tutdular da, qardaş, bu nə beyindir, bu nə fikirdir, qardaş, bu, sən gör indi onda bir dənə makyaja görə, gör sən nə hoqqa çıxardarsan, sən gör bir dənə kipriyə görə, sən dodaq pamadaya görə, sən nələr eləyərsən. Bu səni kim tələsdirir, qardaş, əvvəllər belə şey yox idi, başa dönüm sənin. Bu havaya nəsə səpirlər, neyinirlər. Yəni bu fikirləşmə telefonu dodaq dolğu. Yəni bu nə deyib eləyirlər də yəni. Bu nə deyib, bu dəqiq bu kiməsə bu fikirləşmə telefonda getdi dodaq dolğu. Filankəs var, filankəs bizi gördü. Dəqiq 3 günə ondan bir filan nə qədər nəsə 1000 lirə. Yəni bu konkret planlı surətdədir. Durduq yerdə dodaq dolğuya görə telefon oğurlamazlar. Bu elə bir ki, dodaq dolğusuna görə telefon oğurladım, 3 gündən sonra bir haradasa olmasa $30.000 qabaq aldım. Bu planlı olur. Yəni, dodaq dolğusuna görə, nə bilim, vallahi. Havaya nəsə səpirlər, deyirlər, yox, bu kasıb sözüdür. Suya nəsə qatırlar, kondisionerə nəsə bu hava bizə təsir edir, yeməyimizə nəsə qatırlar. Nə bilim, hamı dəyişir də, qardaş, hamı dəyişir. Bu sel gəlir, fikir verirsiniz, ancaq bizdə olur. Çox qəribədir. Yağanda elə bilir ki, İtaliya, Almanya, Dərbənd, Dağıstan, Gürcüstan, Erməni, bu nədirsə ümumi məsələdir. Yanaq saqqal kişi var, amma bunu efirə verməyin. Bu sənə nə deyir? Bu seldir,
Arkadaş mən deyir 79 yaşım var, ömür boyu yağış yağıb da. Niyə belə olmurdu? Deyir bu raketlər uçur ha göydə. Bu onu bu bunu. Bu gedir buludları deşirlər. Adam haqda qazandırmaq istəyir. Bu buludlar deyə bu aş süzəndir, nədir, nə bilim. Amma xırda da olsa nəsə məntiq var. Biabırçılıq. Sənə qurban olmayarlar kimin üzünə bir şey tapıb yeyirik. Bu nə zamanədə bir düşdük, ay başa dönür. Bu nə biabırçılıqdır. Adam da dodaq şişirtməyə görə gedər telefon oğurlayar, cibə girər. Bu harda belə yazdı, ay başa dönür. Dodaq şişirtmək üçün gedib şey edib. Qara yerə soxum sənin elə boyu belə. İndi get. Get otur zatda o sallaq dodağınla türmədə. Külbaş. Amma yox ha, dəldən doğru xəbər. Yo. Mən də gərək qıza şey verəm. Nədir onun adı? Pul verəm sevgiyə. Cavan uşaqdır da, baxma ginən də. Bəlkə indi parikmaxıra getmək istəyir, saçını gözünü düzəltdirmək istəyir, demə də. İndi bəlkə bir taksiyə minmək istəyər bir şey. Yox, gərək pul verim ki, Allah qıraq eləsin də, zəmanə pisdir ay bacı. Zəmanə pisdir ay bacı. Nə yaman bir zəmanə ilə rastlaşdıq, vay. Özümüz bugünə qoyduq zəmanəni. Özüm ölüm, özümüz bu zəmanəni qoyduq. Analar, qızlarınızda müğiyyət olun. Müğiyyət olun bunlardan, ay analar. Dəli oluram, laf dəli oluram belə xəbərlərə qulaq asanda. Onsuz da dəliyəm. Ay mənim çörəyimə göz tikən. Ay mənim yerimə belə gözünü tikib çörəyimə bais olan. Az o nə hoqqaza çıxardırsan ha? Sən barmağını çayın içinə soxursan. Onu sənə kim dedi? Elə şey olmayıb. Şər atırsan mənə? Mən sənin ayıblarını gedib Sevda xanıma desəm elədiyim biabırçılıqları altından çıxa bilməzsən. Az. Bura bax, hansı ayıbımdan söhbət gedir? Nəyimi görmüsən az? Mən məhəbbətəm, sən ağlın ona getməsini, səni alaram cəngimə, qaldıraram göyə, çırparam yerə, tikən olar qulağım boyda. Mənə deyirsən az sən barmağını büyünləri çayın içinə salırsan, onda sabahda yemək pişirəndə başımı qazana soğub, dilimlə yeməyin duzun yoxlayırsan da, hə? Az sən mənə dil uzadırsan, mənim ayıbımı deyirsən, sən nəsil, sən xanım, səni görmədikdən eləyərəm. Səni bababa videoya çəkib, qoyaram belə internetə. Nə olub az orada? Nə seçkin elə? Ağac mənim sevgi. Ay Sevda xanım, parmağını salıb çayın içinə çay yoxluyor. Bunu eləyən sabah nələr eləyər? Əşi, iki qoçun başı bir qazanda qaynamaz düzdür. Abala, hey, mənə bax, hey. Qulaq as, mənə bax. Bura sənin üçün cüdo meydan deyil ha, eşidirsən? Büyünlə pormağını çayra salan, sabah pormağını mənim gözümə soxar. Yığışdır, neyin var, şərbə-şürbə, xoş gəldin. Heç lazımdır. Ay, aferin işte. Sən bilirsən nəsən? Deyirəm də səndən analar da olmayıb. Hürkütdün? Eşkin məhəbbəti düşüb canıma, Qanana göz yaşını sil qanoyalım. Eşkin məhəbbəti düşüb canıma. Baş sponsor Oba Marketlər şəbəkəsinin təqdimatı ilə İşdə Məhəbbət Macerası serialı bitdi.